Salam değerli izləyicilər. Sualımıza qeyd edilir ki, Azərbaycan Respublikasının 21-ci yüzillikdə daxili siyasət və xarici siyasət. Torpaq islahatı haqqında qanun qəbul olunub 1996-cı ildə. 96 olduğu üçün bu 20-ci yüzilliyin əvvəllərinə düşmür. Ona görə A yanlışdır. Bütün çadır şəhərciklərinin ləğv edilməsi 2007-ci ildədir. 2007 göstəririk. Bu 21-ci ilin əvvəllərinə düşür. B-ni götürürük. Dost mərkəzi 2019-da yaradılıb. Bunu da götürəcəyik. Sonra həmçinin xarici siyasət BMT-nin Təhlükəsizlik Şurasına üzv olması 2011-ci ildə olduğu üçün, 11 olduğu üçün bunu götürdük. NATO-nun sülh və tərəfdaşlıq naminə proqramına qoşulması 1994-də, 94. Yəni bunu götürməyəcəyik. Çünki 21-ci yüzilliyin əvvəllərini. Qarabağ bəyannaməsi isə 2024-cü ildə baş verən hadisədir. Bunu götürdük. Burada deməli sualın doğru cavabı olacaq BC və AC. Bir də BC, 2 də AC doğru cavabımız Y variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.